Qusar rayonunun mərkəzindən 4 kilometr aralıda yerləşən Avaran kəndində illərdir təbii bulaqlar və digər təbii su mənbələri olmadığından sakinlər içməli və suvarma suyu ilə bağlı ciddi çətinliklərlə özləşirdilər. Hal-hazırda içməli su Cağar-Cibir su kanalından açıq arx vasitəsilə kəndə gətirilir və bu su kiçik həcmli hovuzlarda toplanılır. Yaranmış bu zərurəti nəzərə alaraq kəndin təmiz su tələbatını ödəmək və müvafiq infrastrukturun yaradılması üçün bir sıra tədbirlər görülür. Bu tədbirlərdən biri Heydər Əliyev Fondunun sifarişi BP şirkətinin maliyyə dəstəyi ilə Qusarda yerləşən İSFA MMC tərəfindən həyata keçirilən may ayında inşası başa çatdırılması nəzərdə tutulan 1,4 kilometr məsafədə suyun borularla kəndə çatdırılması, kəndin mərkəzində 10.000 tonluq su anbarının yaradılması, suyun 3 mərhələli filtrasiya sistemindən keçirilməsi və nəhayət 500 ton həcmində paslanmayan su kənində yığılan təmizlənmiş suyun evlərə çatdırılması işləridir. Bu layihənin nəticəsində kənddə ildə təmiz 500.000 ton su ehtiyatı yaradılacaq və bunun nəticəsində kəndin bütün evlərinə içməli su xətti çəkiləcək və il boyu 7/24 kəndin sakinləri təmiz içməli su ilə təmin ediləcəkdir. İSFA MMC tərəfindən böyük məsuliyyət və yüksək keyfiyyətlə aparılan bu işlər nəticəsində Qusarın Avaran kənd sakinləri 24 saat təmiz içməli su ilə təmin olunacaq və illik təxminən 500-600 min ton təmiz su ehtiyatı yaradılacaq ki, bu da kəndin su ehtiyatını tam təmin edəcək. Firuz Qayıtmazov, F Production, Qusar, Avaran.